Salam dəyərli dostlar, əziz izləyicilər. Bu gün də bir video ilə qarşınıza gəlmişik. Deməli ev servisi vloqudur. Nədir ev servisi vloqu? Gördüyünüz kimi video başlayır iş yerindən. İş yerində bizə bir zəng gəlir. Ev servisi istəyirlər. Hansı ki, yeriməkdə çətinlik çəkən, şəkəri olan, yüksək təzyiqi olan pasientlər, xüsusilə də yay aylarında evdən çıxmağa çətinlik çəkən pasientlərə ev servisi göstərir. Göründüyü kimi də bütün avadanlığı yığıb, klinika şəraiti kimi olmasa da, yəni o abu-havanı evdə yaratmağa çalışırıq. Audiometri aparatını götürürəm və yollanırıq ev servisinə. Xatırladım ki, ətraf rayonlara da ev servisimiz mümkündür. Bakı şəhər ətraf rayonlarında, yəni evlərə ev servisinə gedə bilirik. Burada da kameranı görürsünüz, özümüzlə aparırıq ki, sizə ətraflı çəkiliş eləyək, göstərək ki, ev servisi necə olur. Deməli, ilk öncə ev servisində yollanırıq. Deməli, yolda Bu deyəsən öz ləkəsin. Suraxanı rayonuna idi bu servisimiz. Yaşlı bir pasiyent idi, 84 yaşı var idi. Kişi pasiyent idi, bir babamız idi, Polad adında. Yaxınlaşırıq. Burada da çatırıq. Maşınla bütün avadanlığı maşından götürürük və yollanırıq evə. Evdə bizi elə həmən babanın özü Polad bəy qarşılayır. Yəni fərq eləmir. İstər bina evi, istər həyət evi, məmnuniyyətlə iş saatından sonra biz yaxınlaşa bilərik. Yaxınlaşırıq evə, qapını döyürük və qapı açılır. Babamız bizi qarşılayır, biz daxil oluruq evə. Evə daxil olanda ilk öncə biz pasiyentdən xahiş edirik ki, maksimum sakit şərait olsun, mümkün qədər qapıları bağlamağa çalışırıq, ətrafda adamların olmaması, pəncərəni bağlı saxlamağa çalışırıq ki, yoxladığımız müayinənin nəticəsi maksimum düzəlsin və sualları veririk. Neçə müddətdir bu problem yaranır, ən çox hansı qulaq eşidir, ən yaxşı eşidən qulağı hansıdır? Sualları verəndən sonra testimizə başlayırıq. Təbii ki, məlumatları birinci öz vərəqimizdə, kağızımızda qeyd eləyirik. Yaşından tutmuş, ad, soyadı, ünvan, telefon nömrəsi hamısını qeyd olunur və gigiyena bizim üçün ən önəmli faktlardan biridir. Gördüyünüz kimi müayinə aparatımız da çox kiçik aparatdır. 2026-cı ilin istehsalıdır, Fransa istehsalıdır. Burada bir dəfəlik istifadə üçün qulaqçıqların başına keçirdirik baxıl, taxırıq qulağına. İlk öncə sağ qulağı yoxlamaq şərti ilə daha sonra sol qulağa keçirik. Qulağı yoxladıqdan sonra aşkarlanır ki, Polad bəyin hər iki qulağında orta dərəcəli bir eşitmə itkisi var və nisbətən yaxşı eşidən qulağı sol qulağıdır. Bizdə də protokolda nədir? Əgər hər hansısa bir qulağı yaxşı eşidirsə, nisbətdə yaxşı eşidən qulağa taxılır ki, yaxşı da gəlib bizim vəziyyətinə düşməsin. Sound Plus-un məhsullarını görürsünüz, qurutma qabı, nəm salfeti bizim üçün çox önəmlidir cihazın təmizliyi üçün. Və burada da kalibrasiya edirik cihazlarımız, Almaniyanın istehsalı audio servis brendidir. Xatırladım ki, Azərbaycanda tək yetkili nümayəndə distributor bizik. Burada bir istifadəlik qulaqçığın başına prob keçirdirik, taxırıq qulağına və tənzimləməmizi eləyirik. Təmizlədikdən sonra yoxlayırıq uğultusu, gürültüsü, xışıltısı varmı, yoxmu, necə eşidir və bir aylıq bir adaptasiya planı veririk. Birinci həftə 2 saat, ikinci həftə 4 saat, üçüncü həftə 8, dördüncü həftə 12 saat taxmaq şərti ilə gün boyu, daha sonra yatanda və yunanda çıxartmaq şərti ilə istifadə edəcək. Burada da göründüyü kimi mən izah eləyirəm. Qurutma qabından necə qoymalıdır hər axşam. Qoymadıqdan qabaq silməlidir və burada da 2 illik rəsmi zəmanəti imzalayırıq.
referans eşitmə mərkəzinin paketinə qoyuruq və bizdə bildiyiniz kimi təmir yoxdur. Cihazda hər hansı bir qüsur aşkarlanırsa yenisi ilə əvəz edirik. Burada da ətraflı məlumat verirəm. Çəkinməyin. Nə vaxt əgər ki şübhələnirsiniz ki, atanızdan, ananızdan, nənənizdən bu sözləri təkrarladırsa, eşitməsində çətinlik yaşayırsa, eşidir amma ayırd eləyə bilmirsə, mütləq müraciət eləyin. Burada da babamızla sağollaşırıq və yollanırıq artıq evimizə. Dediyim kimi referans eşitmə mərkəzlərinin telefon nömrələrinə müraciət eləyə bilərsiniz və rahatlıqla ev servisindən yararlana bilərsiniz ki, sizin də eşitməniz müayinə olunsun, test edilsin və aşkarlansa ki, sinir mənşəli eşitmə itkisi var, elə həməncə yerində eşitmə cihazı ilə təmin edək. Burada mən sağollaşıram, artıq öz sözlərimi deyib və sizinlə də sağollaşıram. Sağ olun, gələn videolarda görüşənədək.